Bir daha axşamınız xeyir olsun müəllimlər. Biz keçən dərsimizdə insan ürəyinin quruluşu və işi haqqında danışmışdıq. Bugün isə insanın qan dövranı, yəni əslində yenə də keçdiyimiz mövzudur. Sadəcə olaraq təkrar eləmiş oluruq. Demək dedik ki, insanda qan damar sistemi ürək və damarlardan ibarətdir və qan dövranı insanda qapalı qan dövranıdır. Yəni bu nə deməkdir? Qan yalnız damarlarla hərəkət edirsə, bunu qapalı qan dövranı, qan həm damarlarla hərəkət edir, həm də eyni zamanda bədən boşluğuna tökülərək oradakı maye ilə qarışırsa, buna açıq qan dövranı demişdik. Və dedik ki, açıq qan dövranı olan canlılarda hərəkət edən mayeni hemolimfa adlandırırıq. Qan damar sistemində hərəkət edən mayeni hemolimfa adlandırırıq və qan damar sistemində olan damarları da 3 növə ayırırıq quruluşuna və eləcə də funksiyasına görə 3 növü var. Arteriya damarları, vena damarları və kapilyar damarlar. Qanı ürəkdən çıxardan damarlar, arteriya damarları, qanı ürəyə gətirən damarlar, vena damarları, bu iki damar arasında əlaqə yaradan damarlar isə kapilyar damarlar adlanır. Kapilyar damarlar bir qatlı epitelidən təşkil olunmuşdur divarı və burada mübadilə prosesi gedir. Biz də bilirik ki, harda mübadilə prosesi gedirsə, orada gərək bir qatlı epiteli olsun. Ondan qalın olarsa, burada mübadilə prosesi gedə bilməyəcək. Eyni zamanda burada nazik divarlı olduğuna görə, kiçik olduğuna görə və çox saylı olduğuna görə qanın hərəkət sürəti də zəifdir. Bu da yenə də görürsüz, quruluş hər zaman funksiya ilə əlaqəlidir. Bu da mübadilə prosesinin yenə getməsini təmin edir. Əgər qan kapilyarlarda sürətlə hərəkət etmiş olsaydı, mübadilə prosesi gedə bilməzdi. Və deyirik ki, qan arteriya, kapilyar, vena istiqamətində axır. Böyrəklərdə xüsusi bir halımız var idi. Bundan əlavə həm də arteriya, kapilyar, arteriya istiqamətində də qan axını var idi. Ona görə də kapilyarlar iki arteriya damarı arasında yerləşdiyi üçün gətirici və çıxarıcı arteriyaların diametri bir-birindən kəskin fərqləndiyi üçün ən yüksək təzyiq məhz böyrək kapilyarlarında müşahidə olunurdu ki, bu da süzülmə prosesinə səbəb olurdu. Və bir də qaraciyər adlanan orqanımızda həzm sisteminə aid olan, həzm vəzi, əmri vəzi olan, xarici sekresiya vəzi olan, öd hazırlayan və sair bir çox funksiyaları yerinə yetirən qaraciyərimizdə bundan əlavə, yəni arteriya, kapilyar, vena istiqamətindən əlavə, bir də vena, kapilyar, vena istiqamətində də qan hərəkəti müşahidə olunurdu. Yerdə qalan bütün orqanlarda isə yalnız arteriya, kapilyar, vena istiqamətində qan hərəkəti müşahidə olunur. Bu isə arteriya damarlarıdır. Arteriya və vena damarları bütün içərisi boş orqanlar kimi 3 qatdan ibarətdir. Xarici qatı birləşdirici toxuma qatıdır və gördüyümüz kimi orada həm də birləşdirici toxumaya aid olan elastiki və kollagen liflər yerləşir. Burada yalnız elastikinin adını yazıb. Elastik liflər damarlara elastiklik verir. Yəni qan arteriyalar vasitəsilə bədənə vurulanda genişlənir, sonra təzədən yığılır. Bunu təmin edən nədir? Bunu təmin edən məhz birləşdirici toxumanın tərkibinə daxil olan elastiki liflərdir. Eyni zamanda burada göstərməsə də biləsiniz ki, orada həm də kollagen liflər yerləşir, hansı ki, bu da damarlara möhkəmlik verir. Və orta qatı bütün içərisi boş orqanlarda bu belədir. Əzələ toxumasından təşkil olunmuşdur və əzələ toxuması da burada təbii ki, saya əzələlərdir. Çünki insan iradəsinə tabe olmadan özü avtonom sinir sistemi ilə qeyri-iradi olaraq işi tənzimlənir. İç divarı isə yenə də bütün içərisi boş orqanlar üçün bunu deyirik, epiteli toxumasından təşkil olunmuşdur və eləcə də vena damarlarının da quruluşu eyni cürdür. Xarici birləşdirici, orta qatı saya əzələ toxumasından, daxili qatı isə epiteli toxumasından ibarətdir. Yalnızca fərq ondan ibarətdir ki, vena damarlarının içərisində qanın bir istiqamətdə hərəkətini təmin edən cib şəkilli aypara qapaqlar yerləşir. Biz aypara qapaqları 3 yerdən müşahidə edirik. Bir ürəkdə, ürəyin hansı hissəsində, mədəciklərlə arteriya damarlarının arasında.
Bir də iki növ damarın içərisində. Bir vena damarlarının içərisində aypara qapaqlar var, bir də limfa damarlarının içərisində aypara qapaqlar var. Bu vena damarı ilə limfa damarının oxşar xüsusiyyətidir. Bir də onların oxşar xüsusiyyəti ondan ibarətdir ki, həm vena damarlarında, həm də limfa damarlarında qanın dövranı əzələlərin onun yaxınlığında yerləşən eninə zolaqlı əzələlərin hərəkəti sayəsində və bir də damarların, həmçinin də damarların öz hərəkəti sayəsində baş verir. Yəni onlarda vena və limfa damarlarında damarların öz hərəkətindən savayı bir də yaxınlıqda yerləşən eninə zolaqlı skelet əzələlərinin hərəkəti də orada qanın hərəkət sürətini təmin edir. Və onu da qeyd edək ki, ən yüksək təzyiq arteriya damarlarındadır. Çünki qanı ürəkdən çıxardıb bütün bədənə daşımaq funksiyasını yerinə yetirir və buna görə də təzyiq orada yüksək olmalıdır ki, bu işi bacara bilsin və təzyiq də orada yüksəkdirsə, deməli ən qalın əzələ qatı məhz arteriya damarlarında müşahidə olunacaq. Sonra sürət get-gedə vena damarlarında aşağıdır. Məsələn, arteriya damarında əgər 0,5 metr/saniyədirsə, vena damarında 0,2 metr/saniyədir. Əzbərləmənizə gərək yoxdur rəqəmləri. Kapilyarlarda isə ən aşağı hərəkət sürəti müşahidə olunur. 0,5 millimetr/saniyə. Baxın, arteriyada 0,5 metr/saniyə, yəni saniyədə 0,5 metr sürətlə hərəkət edir. Kapilyar görün ondan 1000 dəfəyə qədər aşağıdır. 0,5 millimetr/saniyə, yəni bir saniyədə 0,5 millimetr yol gedir. Bunu da qeyd elədik. Səbəbi nə oldu? Qan kapilyarlarının bir qatlı olması, yəni nazik olması və çox saylı olması. Bu da quruluş deyirik, hər zaman funksiya ilə əlaqədardır. Burada orada mübadilə prosesinin getməsi ilə əlaqədar olacaqdır. Və təzyiqə sonra deməli ən yüksək sürət arteriyada, sonra venada, ən aşağı sürət isə kapilyarlarda olur. Təzyiqə gəlincə isə ən yüksək qan təzyiqi arteriya damarlarında, ondan sonra kapilyar damarlara keçdikcə zəifləməyə başlayır. Müəllimlər kiminsə əgər səsi açıqdırsa, zəhmət olmasa bağlasın, echo verirsiniz. Sonra siz onu dinləyəndə sizə narahatçılıq törədəcək. Deməli, ən yüksək təzyiq arteriya damarlarındadır. Ondan sonra kapilyar damarlarına getdikcə azalır qan təzyiqi. Ən aşağı təzyiq isə vena damarlarındadır. Hətta yuxarı və aşağı boş venalarda qan təzyiqi mənfi olur. Yəni, ürəkdən uzaqlaşdıqca təzyiq niyə başlayır? Aşağı düşməyə başlayır. Bəs mənfəzinə görə ən böyük damarlar hansıdır soruşarsa, o zaman deyəcəksiniz kapilyarlar. Niyə mənfəzi ən böyükdür kapilyarların? Çünki həm onlar bayaq dediyimiz kimi bir qatlıdır, məsələn, bunlar 3 qatdan ibarətdir, bu bir qatdan ibarətdir və eyni zamanda sayı çoxdur. Sayın çox olması onların mənfəzinin geniş olmasına gətirib çıxardır. İndi baxaq qan dövranına. Demişik ki, ağciyəri olan bütün canlılarda ikinci bir qan dövranı əmələ gəlir və ikinci qan dövranının əmələ gəlməsi ikinci bir qulaqcığın yaranmasına səbəb olur. Lakin mədəcik bir də ola bilər, iki qan dövranı olan canlılarda iki də ola bilər. Amma qulaqcıq mütləq iki ədəd olmalıdır. İnsan isə məməlilər sinfinin nümayəndəsidir və 4 kameralı ürəyə malikdir. Yuxarıdakı hissələr qulaqcıqlar, aşağı hissədə mədəciklər tam bir ara kəsmə ilə ayrılmışdır. Nə ürəkdə, nə də bədəndə qan qarışa bilməz. Təbii ki, normal haldan gedir söhbət və solda biz arterial qanı, sağda isə venoz qanı görürük. Və insanın ürəyində qan, deməli, ürəkdən çıxdıqda, deməli, iki qan dövranı var. Böyük qan dövranı, kiçik qan dövranı. Böyük qan dövranı bütün bədən boşluqlarını əhatə eləyir. Kiçik qan dövranı və ya ağciyər dövranı isə yalnız bir boşluğu, döş boşluğunu əhatə eləyir. Çünki o, ürəklə ağciyərlər arasında gedən dövrandır. İndi birinci burada böyük qan dövranını göstərir. Böyük qan dövranı başlayır ürəyin sol mədəciyindən və sol mədəcikdən bir ədəd arteriya damarı, biz ona aorta damarı deyirik, ən böyük arteriya damarıdır, aorta damarı çıxır və çıxan kimi aşağı hissədən, deməli var qalxan aorta, var aorta qövsü, bir də var enən aorta. Qalxan aorta, bax, çıxan kimi, bax, bu hissəyə deyirik qalxan aorta.
Sonra o biraz qalxıb sola doğru bir meyl eləyir, qövs əmələ gətirir. Buna deyirik sol aorta qövsü. Bu bütün məməllərdə belədir. Quşun ürəyində deyirik sağ aorta qövsüdür. O sağa doğru qövs əmələ gətirir. Məməllərin ürəyində deyirik sol aorta qövsü. Sonra da çıxandan sonra enən aortadır. Enən aorta döş boşluğuna gəlir və diafraqmadan keçəndən sonra artıq ayrılır qarın aortasına. Lakin eyni zamanda yuxarı hissələrə də arteriya damarları, kiçik arteriya, böyük və kiçik arteriya damarlarına şaxələr verir. Bax bu qalxan aorta, yəni birbaşa ki mədəcikdən çıxan hissə, qalxan aorta, o iki dənə arteriya damarına çıxan kimi ayrılır. Buna sağ və sol tac arteriyaları deyirik. Həmin o tac arteriyaları ürəyə qayıdıb ürəyin qidalanmasını təmin eləyir və yuxarı ayrılır bu qalxan aortadan, həmçinin daha doğrusu aorta qövsündən ayrılır 3 dənə damar. Bunun biri sağ körpücüyaltı arteriyadır. Ümumiyyətlə bazu baş kötüyü adlanır onun biri. Burada indi şəklini göstərməyibdi. Lazım olsa mən sizə atarım. İnternetdə də tapa bilərsiniz. Bunun biri bazu baş kötüyü adlanır. O bir cüt deməli şaxəyə ayrılır. Biri sağ ümumi yuxu arteriyasıdır, o biri də sağ körpücüyaltı arteriyadır. Digər tərəfə isə 2 dənə ayrıca müstəqil şahə ayrılır. Sol ümumi yuxu arteriyası, bir də sol körpücükaltı arteriya. Deməli, ümumi yuxu arteriyası və körpücükaltı arteriyalar hamısı nədən ayrıldı? Aorta qövsündən ayrıldı. Sonra gəlir enən aorta, enən aortadan şaxələr ayrılır, döş boşluğu orqanlarına hər birinə gedən ayrıca arteriyalar var, qidalandıran arteriyalar var, öz adı ilə adlandırılır. Diafraqmanı keçəndən sonra da qarın boşluğu, çanaq boşluğu və aşağı ətraflara gedən arteriyalar ayrılır ki, bunların da hər birinin öz adı vardır. Qalça arteriyaları, böyrək arteriyası, nə bilim, qaraciyər arteriya və s. də hara gedirsə onun adı ilə. Onda orada kapillər şəbəkə əmələ gətirir, mübadilə prosesi gedəndən sonra çevrilir venoz qana. Gördüyümüz kimi venoz qan hər bir orqandan çıxan kiçik vena damarlarına keçir. Həmin o kiçik vena damarları da böyük vena damarlarına keçir və yuxarı və aşağı boş venalar vasitəsilə qayıdır ürəyin sağ qulaqcığına. Başdan, yuxarı ətraflardan, döş boşluğundan gələn arteriyalar yuxarı boş venaya, digər aşağı hissələrdən, aşağı ətraflardan, qarın boşluğundan, çanaq boşluğundan gələn venoz qan isə aşağı boş venaya toplanır və gəlir ürəyin sağ qulaqcığına. Deməli, böyük qan dövranı bir damarla başladı. Hansı damardır? Aorta damarı. Nə cür qanla başladı? Arterial qanla. 2 damarla bitdi. Hansı damarlarla? Yuxarı və aşağı boş venalarla. Nə cür qanla bitdi? Venoz qanla. Deməli, bu 3 damar böyük qan dövranına aiddir. Yəni, bilavasitə ürəyə birləşən söhbət gedir də, təbii ki, onsuz da burada damarların sayı hesabı çoxdur. Bu oldu böyük qan dövranı. İndi bir də baxaq kiçik qan dövranına. Kiçik qan dövranı demək, buna ağciyər dövranı da deyirlər və ilk dəfə 1242-ci ildə adını ili əzbərləməyə ehtiyac yoxdur. Yəni görürsüz 13-cü əsrdə şərqdə kəşflər gedibdi. Avropanın adına çıxsa da İbn ən-Nəfis ilk dəfə kiçik qan dövranını və ya ağciyər dövranını təsvir eləmişdi. O ürəyin sağ mədəciyindən arteriyaya vurulan qanın ağciyərləri qidalandırmaq üçün yox, oksigenlə zənginləşmək üçün getdiyini, ürəkdə sağ mədəciklə sol mədəcik arasında keçid olmadığını bildirmişdir. Amma bu demək deyil, ağciyərə arterial qan getmir. Bəs ağciyər necə qidalanacaq? Təbii ki, orada yuxarı döş boşluğuna gedən arteriyalardan arteriya damarı, ağciyər arteriyası ayrılıb gedəcəkdir. Onu qidalandırmaq üçün o ayrı. Amma söhbət burada kiçik qan dövranından gedir və ürəkdən başlayır. Ürəyin sağ qulaqcığından bir damarla başlayır və bu damar getdiyi orqanın adı ilə ağciyərlərə getdiyi üçün ağciyər kötüyü adlanır və 2 şaxəyə ayrılır.
Yəni təbii ki, venoz qanı gətirir. Hara gedir? Ağciyərə təmizlənməyə. Deməli venoz qanı çıxartmalıdır. Sağ və sol ağciyər arteriyalarına ayrılır və onlar özü də şaxələnir. Məsələn, sol ağciyər 2 paylıdır deyə 2 şaxəyə ayrılır. Sağ ağciyər 3 paylıdır deyə 3 şaxəyə ayrılır. Və burada mübadilə prosesi gedir alveolların divarında, qazlar mübadiləsi gedir, çevrilir arterial qana. Həmin bu arterial qan 4 damar vasitəsilə qayıdır ürəyə. Ağciyərdən qayıtdığı üçün və ürəyə qayıdan damar vena damarıdır. Ağciyərdən qayıtdığı üçün ağciyər venası adlanır. Təmiz qan qayıdır ora, arterial qan qayıdacaq ürəyin sol qulaqcığına. 4 damar var. 2 damar sağ, 2 damar sol ağciyərlərdən gələcək. Və demək, kiçik qan dövranı 1 damarla başladı, ağciyər kötüyü, 4 damarla bitdi, ağciyər venaları. Ağciyər kötüyü venoz qan, ağciyər venaları arterial qan daşıdır. Ümumiyyətlə kiçik qan dövranında, bir də dölün qan dövranında biz həmişə tərsinə deyirik də. Normada biz böyük qan dövranında deyirik vena damarı venoz qan, arteriya damarı arterial qan daşıyır. Amma kiçik qan dövranında, döl dövranında belə deyil, tərsinə daşıyır. Vena damarları arterial, arteriya damarları isə venoz qan daşıyır. Və hansının adının qarşısında ağciyər sözü görürsünüzsə, bilin bu kiçik qan dövranına aid olan damarlardır. Bu da oldu kiçik qan dövranına. Bir də baxaq qan təzyiqi nədir? Bir var qanın özünün osmotik təzyiqi. Bu nə deməkdir? Bu qanda olan zülalların miqdarından asılıdır. Yəni qanda zülalların təbii ki, söhbət müvəqqəti zülallardır. Qidadan keçən zülallardan yox, daimi zülallarından, qanın özünün tərkibində olan daimi zülallardan söhbət gedir, fibrinogenlər və s. Və onlar qanın osmotik təzyiqini tənzim edir. Bir də var qan təzyiqi. Qan təzyiqi isə bu artıq ürək mədəciklərinin yığılması zamanı qanın arteriyaların divarına göstərdiyi təzyiqdir. Buna qan təzyiqi deyirik və bu mədəciklərin sistolası zamanı yüksək olur, diastolası zamanı isə minimal olur. Və biz yüksək təzyiqə, yəni mədəciklərin sistolası zamanı yaranan təzyiqə sistolik təzyiq və ya maksimal təzyiq, mədəciklərin diastolası zamanı yaranan təzyiqə isə minimal təzyiq deyirik və ya diastolik təzyiq deyirik. Bunun necə baş verdiyini keçən dərsimizdə də izah vermişdik. Lup səsi, dub səsi bundan izah eləmişdik və onu da deyim ki, ürək döyüntülərinin sayında da, məsələn, normalda, əgər 100, normalda 70-75 dəfə olmalıdır da, bir dəqiqədə ürək döyüntülərinin sayı 0,8 saniyəlik sikldə 75 dəfə vurur deyirik. Əgər 100-dən yuxarı olarsa ürək döyüntülərinin sayı, biz bunu taxikardiya adlandırırıq. Əgər 60-dan aşağı olarsa bradikardiya adlandırırıq. Hər iki hal orqanizm üçün zərərlidir. Və burada normal, maksimal təzyiqin 117-120 mm civə sütunu olduğu, minimal təzyiqin isə 70-80 mm civə sütunu olduğu göstərilir. Minimal təzyiqlə maksimal təzyiq arasındakı fərqə isə nəbz təzyiqi deyilir. Orta nəbz təzyiqi 110-dan 70-i çıxırıq, neçə eləyir? 40 eləyir, 120-dən də 80-i çıxırıq, neçə eləyir? 40 eləyir. Bu orta nəbz təzyiqidir. Amma sizdən maksimal nəbz təzyiqi neçədir deyərsə, o zaman böyük rəqəmdən kiçik rəqəmi, yəni 120-dən 70-i çıxırsınız, deyirsiniz ki, 50 olur. Və yaxud minimal nəbz təzyiqi neçədir? O zaman 110-dan kiçik rəqəmdən böyük rəqəmi çıxırsınız ki, minimal rəqəm alasınız da, 110-dan 80-i çıxırsınız, deyirsiniz ki, 30-dur minimal nəbz təzyiqi. Bu nəbz təzyiqidir. Və qan dedik ki, ən yüksək təzyiq olur arteriyalarda, sonra damarlarla hərəkət etdikcə kapilyarlarda azalır və venalarda isə lap da aşağı düşür. Hətta dedik, yuxarı və aşağı burç venalarda mənfi təzyiq olur. Yüksək təzyiq, normadan yüksək təzyiq hipertoniya adlanır. Normadan aşağı təzyiq isə hipotoniya adlanır. Hipertoniya da zərərlidir orqanizm üçün, hipotoniya da. Hipertoniya uzun müddətli davam edərsə, ürəyi, beyni, böyrəkləri və digər həyati orqanları zədələyə bilər. Hipotoniya uzun müddətli davam edərsə, müalicə olunmazsa,
Bu da toxumalara oksigenin daşınmasını zəiflədəcək. Nəticədə ürək damar sistemində müxtəlif pozuntular baş verəcək. Təzyiqi ölçən cihaz tonometr adlanır. Tonometr bu indi elektron versiyaları da var. Bu isə mexaniki işləyən tonometrdir. Onun manometri var, təzyiqi ölçmək üçün manjeti var, hansı ki bazu nahiyəsinə dirsəkdən 1-2 sm yuxarı, çox da sıx olmamaqla bağlayırıq. Və folyandoskopu var. Folyandoskopun da ucunu həmin o dirsəyin çökəkliyinə yerləşdiririk. Və bir də rezin balonu var, hava vururuq. O zamana qədər vururuq ki, artıq biz eşitmirik nəbz vurğularının sayını. Sonra vinti vurmaqla yavaş-yavaş o havanı buraxırıq və bu zaman başlayır ilk təzyiq, ilk səs, nəbzin səsi eşidilir. Bu sistolik təzyiqdir. Sonra o tup elə axırda dayanır. Haçan ki nəbz itdi, biz artıq səsi eşitmirik. Bu isə diastolik təzyiqdir. Yəni yuxarı və aşağı təzyiq hədlərini bu şəkildə ölçə bilirik. Qanın kapilyar damarlardakı hərəkət sürəti aortadakı sürətdən təxminən 500 dəfə daha yavaşdır. Bəli, bunu dedik artıq, hətta 1000 dəfə daha yavaşdır dedik. Sizcə bunun əhəmiyyəti nədir? Bunun əhəmiyyəti ondan ibarətdir ki, yəni sürət əgər yüksək olsaydı kapilyarlarda mübadilə prosesi gedə bilməyəcəkdi. Kapilyarın işi isə mübadiləni həyata keçirtməkdir. Ona görə də orada aşağı olmalıdır. Və səbəb isə sürətin səbəbi aşağı olmasının səbəbi isə bayaq da qeyd elədim. Nazik divarlı olması və çox saylı olmasıdır. Nəbz deyirik. Nəbz nədir? Demək, ürək işləyəndə arteriya damarlarının divarına qan təzyiq göstərir. Arteriyanın divarında bir rəqsi hərəkət, ritmik dalğalanma baş verir. Buna nəbz deyilir. Və arteriyaların bədənə yaxın olan hissələrində biz onu hiss edirik. Məsələn, burada şəkildə göstərdiyi kimi biləyin içində və yaxud boyun nahiyəmizdə qulaqlarımızın bu yanına boynumuzu qoysaq, onu hiss eləyəcəyik. Və yaxud gicgahda da rahat hiss olunur. Barmaqlarınızı qoysaq, orada nəbzi hiss eləyəcəksiniz. Və nəbz tezliyi ürək yığılmalarının tezliyinə uyğun gəlir. Yəni, siz nəbzinizi saymaqla ürəyinizin neçə dəfə döyündüyünü saya bilərsiniz. Nəbz vurğularının sayı ürək siklinin müddəti ilə tərs mütənasib asılıdır, zamanla düz mütənasib asılıdır. Bunu keçən dərsimizdə də sizə düstur şəklində də dedim, tənasüblə dedim. Necə demişdik? Delta T bərabərdir, T bölünsün N. Burada N nəbz vurğularının sayıdır. Bu ürək döyüntülərinin sayına müvafiqdir. Gördüyünüz kimi biri yuxarıdadır, biri aşağıdadır. Deməli, kəmiyyətlər bir-birindən tərs mütənasib asılıdır. Yəni, ürəyimiz nə qədər sürətli döyünsə, ürək siklinin müddəti bir o qədər az olacaq. Amma ürək siklinin sayı isə çox olacaq. Yəni, nəbz vurğularının sayı elə ürək sikllərinin sayı kimi uyğundur. Amma müddət deyəndə bu ona sərf olunan zamandır. Təbii ki, nə qədər sürətli döyünür olacaq müddət o qədər aşağı. Tez zamanda bunlar baş verəcək də. Zamanla isə tez zamanı göstərir, zamanla isə düz mütənasib asılıdır deyilir. Sonra burada başqa nəyi deyə bilərik? Öncə hər şeyi dedik. Yenə də nəsə yadımızdan çıxıbsa, qan damar sistemində də daha ətraflı demişik, təkrar dərslərdə qulaq asacaqsınız. Gələk indi limfa sisteminə. Limfa sistemi bizim immun sistemimizə aiddir. Hərçənd ki, biz onu elə qan damar sisteminin içərisində öyrənirik. Bu ibarətdir bir ucu kör qurtaran kapilyarlardan, limfa damarlarından və limfa düyünlərindən ibarətdir. Və limfa sisteminin funksiyası toxuma mayyesinin artığını və zülalların qan dövranına qaytarmaqdır. Eyni zamanda immun sistemində rol oynayır. Həmin bu limfa düyünləri süzgəc funksiyasını yerinə yetirir. Mikrobların tutulub saxlanılmasında, məhv edilməsində rol oynayır. Eyni zamanda leykositlərin xüsusi bir növünü əmələ gətirir, hansı ki, bunlar deməli fagositoz prosesində rol oynayırlar.
Və üçüncü bir funksiyası bu həzmlə bağlıdır. Yəni həzmdə də böyük rolu var limfa dövranının. Çünki biz bilirik ki, limfa yağın parçalanma məhsulları olan gliserin, yağ turşuları, bunlar elə nazik bağırsağın epitelisinin üzərində birləşərək heyvani yağlara çevrilir. Yəni hər kəsin özünə məxsus yağa çevrilir və bu yağda iri molekul olduğuna görə kapilyar divarına keçə bilmir. Amma limfa kapilyarlarının divarı daha iridir. Ona görə ora keçir və beləliklə həzm sistemindən yağları alıb qan dövranına qaytaran da yenə limfa dövranıdır. Bu o limfa sisteminin funksiyalarıdır. İlk dəfə ümumiyyətlə yalnız onurğalılarda da qan dövranı, başqa canlılarda biz limfa dövranı görə bilmərik. Onurğalılarda qan təzyiqinin yüksək olması ilə əlaqədar olaraq əmələ gəlib ikinci bir sistem, limfa sistemi. Sadəcə olaraq indi fərqliliklər ola bilər. Məsələn, balıqlarda limfa sistemində limfa düyünləri olmur. Amma digərlərində olur. Balıqlardan da qırmızı sümük iliyi də olmur da. Və demək, bunlarda deməli limfa sisteminin damarlarının içərisində mayenin yalnız bir istiqamətdə axdığını görürük. Sən qan damar sistemində həm deyirik ki, düzdür, orada da bir istiqamətlidir. Amma o dövrüdür, iki deməli sistem olduğuna görə, həm kiçik, həm böyük qan dövranı olduğuna görə, daha doğrusu iki dövran olduğuna görə, o həm mərkəzdən periferiyaya, həm də periferiyadan mərkəzə doğru biz axın istiqamətini görürük. Amma limfa sistemində isə yalnız periferiyadan mərkəzə doğru axın görəcəyik. Yəni mərkəzdən periferiyaya axın görə bilmərik. Bu qan damar sistemində olduğu kimi burada da bir istiqamətlidir. Və dedik ki, bir ucu kör qurtaran limfa kapilyarlarından ibarətdir, limfa damarlarından ibarətdir və limfa düyünlərindən ibarətdir. Və bunun içərisindən axan limfa mayesi bu elə toxuma mayesinin demək olar ki, eynisidir. Yəni toxuma mayesindən əmələ gəlir həmin bu limfa mayesi. Toxuma mayesinin bir hissəsi bu kapilyarlardan keçir və limfa mayesinə əmələ gətirir. Və limfada hüceyrələrin həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsullar toxuma mayesindən daha çoxdur. Çünki baxmayaraq ki, toxuma mayesindən əmələ gəlib, toxuma mayesindən süzülüb gəlib, limfa mayesi əmələ gəlib. Amma limfanın funksiyası çox olduğuna görə onun həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsullar toxuma mayesindən qat-qat çox olur. Limfa mayesi rəngsizdir. Onun tərkibində leykositlər var, trombositlər var, amma eritrositlər yoxdur. Ona görə də o rəngsizdir. Eritrositlərə malik olmadığı üçün və trombositlərin miqdarı da qanda olduğundan daha azdır. Ona görə limfada laxtalanma var, amma qan dövranına nisbətən zəif laxtalanma müşahidə olunur. Və deməli, hüceyrəarası sahədə limfa kapilyarlarına yığılan limfa mayesi toplanır iri limfa damarlarına və bu iri limfa damarları da sağ və sol körpücük altı venalara toplanır ilk olaraq. Məhz yağlar, qanın limfa mayesi ilə qanın birləşməsi harda baş verirdisə, sağ və sol körpücük altı venalarda. O isə açılır yuxarı boş venaya. Ola bilər test variantlarının içində körpücük altı vena yoxdur. Deməli, siz nəyi seçəcəksiniz? Yuxarı boş venanı. Aşağı boş venanı qətiyyən seçmirsiniz. Çünki sağ və sol körpücük altının nə işi var aşağı boş venada? O hara birləşəcək? O açılacaq yuxarı boş venaya. Hətta bəzən suallarda qana qarışması yağların və yaxud yağda həll olan vitaminin adını verə bilər sizə. Harada ilk dəfə qanla görüşəcək? Deyəcəksiniz ya körpücük altı venalarda, ya da deyəcəksiniz yuxarı boş venada. Çünki qan, dedik limfaya, yağlar qana sorula bilmədiyinə görə limfaya sorulurlar və ondan sonra onlar körpücük altı venalarda yalnız qanla görüşə bilərlər. Və eləcə də yuxarı boş venada. Və dedik ki, baxın, burada da şəkildə göstərir, limfa damarlarının içərisində nə yerləşir? Eyni ilə vena damarlarında olduğu kimi ayparaq qapaqlar yerləşir.
Aypara qapaqlar da qanın geriyə axmasının qarşısını alır. Hara istiqamətləndirir onu? Vena damarlarına doğru istiqamətləndirir. Həmçinin dedik ki, burada qanın necə vena damarlarının içərisində qanın hərəkətində olduğu kimi, limfa damarlarının içərisində də limfa mayesinin hərəkətində onu əhatə edən, həmin o limfa damarlarının yaxınlığında olan skelet əzələlərinin işinin də böyük əhəmiyyəti vardır. Həm skelet əzələləri, həm də limfa damarı divarının ritmik olaraq yığılması damarların içərisində limfa mayesinin hərəkətinə səbəb olur. Və limfa düyünlərinin də dedik süzgəc funksiyası var, mikrobları tutur, zərərsizləşdirir, eyni zamanda xüsusi növ leykositlər əmələ gətirir, onları aktivləşdirir. Beləliklə də immun sistemində böyük rol oynayır. Patogen orqanizmlərdən, ölü hüceyrələrdən orqanizmi təmizləyib müdafiəsini təmin edir. Sistem qanın maye tərkibini, miqdarını, qatılığını tənzimlədi. Çünki dedik ki, toxuma mayesindən çıxan maddələrin artığını qan damar sisteminə o qaytaracaq. Eləcə də zülalların artığını qan damar sisteminə o qaytaracaq. Və eyni zamanda da dedik ki, həzmdə və immunitetdə də mühüm rol oynadı. Limfa damarları haqqında çox danışmaq olar, amma sizə bu qədəri kifayətdir. İmtahan qabağı heç beyninizi artıq informasiya ilə yükləmək istəmirəm. Burada tapşırıqlar bölməsində görürük ki, qanın arteriya, kapilyar, vena istiqamətində qanın hərəkətini, bu bütün orqanlarda bu axın istiqaməti var. Sadəcə olaraq dedik ki, böyrəklərdə bundan əlavə həm də arteriya, kapilyar, arteriya istiqamətində. Ona görə də dedik ki, ən yüksək kapilyarlarda təzyiqi biz böyrəklərdə müşahidə edə bilərik. Qaraciyərdə isə bundan əlavə vena, kapilyar, vena istiqamətində də qanın hərəkətini gördük. Çünki dedik ki, 5 orqandan hansılar idi? Nazik bağırsaqdan idi, mədədən idi, dalaqdan idi, yorğun bağırsaqdan idi, mədə-altı vəzidən idi. Bu orqanlardan vena damarı çıxırdı, birbaşa ürəyə gəlmirdi. Əvvəlcə qaraciyər qapı venası ilə qaraciyərə gəlirdi. Da zərərsizləşdirirdi, tənzimlənirdi, mübadilə gedirdi. Ondan sonra qaraciyər venası ilə çıxırdı. Yəni iki vena damarı arasında kapilyarlara biz qaraciyərdə də rast gəlirik. Burada qanın hərəkət sürətini göstərir. Ən yüksək hərəkət sürəti hardadır? Təbii ki, arteriyalardadır. Ən aşağı hərəkət sürəti hardadır? Mübadilə harda gedir? Orada, kapilyarlardadır. Venalarda isə kapilyarlara nisbətən yüksək, arteriyalara nisbətən isə aşağı hərəkət sürəti müşahidə edirik və bunun da əhəmiyyətini quruluş, funksiya hər zaman funksiya quruluşla əlaqəlidir, artıq izah etdik. Burada da gördüyünüz kimi qanın təzyiqini göstərir. Baxın, yuxarıda yazıb sistolik təzyiq, aşağıda yazıb diastolik təzyiq. Sistolik təzyiq mədəciklərin yığılması, diastolik təzyiq mədəciklərin diastolası zamanı baş verən təzyiqdir və ən yüksək təzyiqi biz harda görürük? Arteriya damarlarında. Sonra kapilyarlara keçdikcə arterial təzyiq, aşağı qan təzyiqi aşağı düşməyə başlayır. Və ən aşağı təzyiq isə vena damarlarındadır. Hətta aşağı və yuxarı boş venalarda mənfi təzyiq olduğunu da dedik. Yəni, ürəkdən uzaqlaşdıqca təzyiq neyinir? Aşağı düşür. Ürəkdən çıxanda daha yüksək təzyiqlə uzaqlaşır. Qayıdanda daha aşağı təzyiqlə qayıdır və o qayıtmada ürəyin solucu qüvvəsinin də böyük əhəmiyyəti vardır. Burada isə damarların mənfəzini göstərir. Ən yüksək damarların mənfəzi hardadır? Kapilyarlardadır. Niyə kapilyarlardadır? Çünki dedik, kapilyarların divarı nazikdir. Nazik olduğu üçün mənfəzi iri eləyir. Və bir var ki, 3 qat, ortada saya, əzələ, nə bilim nə yer tutur da. Bir də var, bir qat epitelidir. Və həmçində sayı çoxdur kapilyarların üst-üstə yığılanda mənfəz daha geniş olur. Müzakirə suallarını məncə cavablandırmış oldum. Burada da suallarda qan damarlarının quruluşu funksiyası ilə nə ilə əlaqədardır? Artıq hər birini izah eləmişəm. Sağ ürəyin
Qan ürəyin sağ mədəciyindən sol qulaqcığına çatana qədər hansı damarlardan keçir? Qan damar sisteminin keçmə ardıcıllığını bilmək sizə qurdların ontogenezini öyrənəndə də vacib lazımdır. Ona görə hər zaman gözü yumulu, onu gözünüzün qabağına gətirməyi bacarmalısınız. Sağ mədəcikdən çıxdı. Sağ mədəcikdə olur venoz qan. Və venoz qan hansı damardan çıxır? Təbii ki, ağciyər kütüyünə. Ayrılır iki şaxəyə. Sağ və sol ağciyər arteriyalarına. Və sağ və sol ağciyər arteriyaları hara gedir? Ağciyərlərə gedir. Ürəkdən çıxan damarın adı arteriya olar da, getdiyi orqanın adı ilə də adlandı ağciyər arteriyası. Venoz qanı gətirdi ağciyərlərə. Kapilyarlarda mübadilə elədi, çevrildi arteriyal qana. İndi arteriyal qan hara yığılacaq? Ağciyər venalarına. Çünki ürəyə qayıtmalıdır. Adı vena oldu damarın. 2 dənə sağdan, 2 dənə də sol ağciyərdən gələn arteriya damarları. 4 dənə damar qayıdır. Arteriyal damarı qaytarır sol qulaqcığa. Bu şəkildə ardıcıllıq gedir. Yuxarı boş vena ilə ürəyə daxil olan qan ürəkdən bilavasitə hansı damarla çıxır? Yuxarı boş vena ilə ürəyə hansı qan gəlir? Venoz qan gəlir. Venoz qan hara birləşir? Sağ qulaqcığa. Oradan da tökülür sağ mədəciyə. İndi ürəkdən çıxmalıdır. Venoz qan hansı damardan çıxar? Ağciyər kütüyü ilə çıxar. Vəssalam. Limfa dövranının qan dövranından fərqi nədir? Artıq demişəm. Qan dövranı 2 dövran olduğuna görə həm mərkəzdən periferiyaya, həm periferiyadan mərkəzə dövrü olaraq hərəkət edir. Limfa dövranı isə yalnız periferiyadan mərkəzə doğru dövr eləyə bilər. Verilmiş hansı damarlar insanın böyük qan dövranına aiddir? Hansının adının qarşısında ağciyər sözü görürsünüzsə, bilin ki, o kiçik və ya ağciyər dövranına aiddir. İbn Əm-Nəfis tərəfindən ilk dəfə təsviri verilmişdir. Yerdə qalan damarların hamısı böyük qan dövranına aid olacaq. Yəni burada aorta və aşağı boş venanı götürə bilərsiniz. Bu dərsimiz bu qədər, çünki istəyirəm test izahı da verim. Sualınız varmı bu dərsə aid? Axşamınız xeyir müəllim. Şanınız xeyir olsun müəllimlər. Şanınız xeyir. Axşamınız xeyir müəllim. Bu dərsə aid sualınız yoxdursa, keçək test izahına. Mən keçən dəfə sizə biosferi izah elədim, düzdürmü? Epidemiologiyada qalıb məncə, düzdür? Biosferdə istehsal və istehlak da qalıb, maddələr mübadiləsi də qalıb. Gəlin elə epidemiologiyanı bugün verim sizə, onun izahını verim. Yoxsa hamısının izahını verəcək o heç. Epidemiologiya səhifə neçədədir? Səhifə 50-dədir. Tamam, amma siz mənsiz də işləməyi bacarmalısınız müəllimlər. Mənsiz, müstəqil, əgər işləyirsinizsə, inanınız ki, hara getsəz açıq qapıdır. Sizin üçün də, abituriyentləriniz üçün də, yəni onlar qəşəng işləyə bilirlərsə bunu. Çünki çox əhatəlidir də, yəni bütün proqramı elə bilin ki, əhatə eləmiş olursunuz. Həmin mövzunun testini işləməklə bu bölməni başa çıxmış olursunuz və onda müstəqil işləyəndə əmin olursunuz ki, hə, mən bu bölməni yaxşı bilirəm. Baxaq epidemiologiya. Qlobal miqyasda yayılan yoluxucu xəstəliklər necə adlanır? Qlobal miqyasda yayılırsa bu pandemiya adlanır. Pan bütöv, demos xalq deməkdir. Demos yunan dilində xalq deməkdir. Demokratiya sözü oradan yaranıbdır. Populus isə latın dilində xalq deməkdir. Populyasiya sözü də oradan yaranıbdır. Deməli, biz burada götürəcəyik bütöv üstəgəl xalq. Üzərində üstəgəl xalq isə epidemiyadır. Epidemiya o artıq qlobal miqyaslı deyil. Epidemiya hər hansı bir ölkədə yayılırsa, hər hansı bir regionda yayılırsa yoluxucu xəstəlik, buna epidemiya deyirik. Əgər bütöv qitəni, bütöv dünyanı əhatə edirsə, qlobal miqyaslı olursa, biz artıq ona pandemiya deyirik və sözün tərcüməsi dərslikdə verilibdir. Sual işarəsini yerinə yaza bilər. Hissələrin nisbəti təliminin banisi. Hissələrin nisbəti bu
temperament sözünün tərcüməsidir və temperament təliminin banisi də Hippokratdır. Epidemiologiya elminin banisi də Hippokratdır. Helmintologiya, helmint qurd deməkdir. Bu termini də elmə gətirən Hippokratdır. Deməli, doğru cavab olacaq Hippokrat. Hippokrata görə yoluxucu xəstəliklərin yaranma səbəbi nə hesab olunur? Yoluxucu xəstəliklərin yayılma səbəbi haqqında o dövrdə iki fikir mövcud idi. Bunlardan biri Aristotel və onun tərəfdarları idi. Onlar gizli varlıqlar adlandırırdılar yoluxucu xəstəliyin mənbəyini. Hippokrat və onun tərəfdarları isə bataqlıqlardan, çirkli su mənbələrindən qalxan üfunətli buxarlarla əlaqələndirirdilər. Ona görə də burada yaranma səbəbi olacaq üfunətli buxar cavabını seçəcəyik. Epidemiologiyanın inkişafı neçə dövrə bölünür? 4 dövrə bölünürdü. Yadımıza salaq, bakteriyaların kəşfinə qədər olan dövr, bu Hippokrat və onun tərəfdarlarının dövrü idi. Bakteriyaların kəşfi dövrünün ilk 10 illiyi, bu artıq epidemiologiya elmi tənəzzülə uğrayıb, mikrobiologiya elmi təşəkkül tapmağa başlayırdı, mikroskop kəşfi olunmuşdu artıq. Sonra gəldi intibah dövrü, yəni oyanış dövrü, epidemiologiya artıq bir təzədən dirçəldi və dördüncü dövrdə müasir dövr idi, hansı ki tibb elmi kimi artıq bir sahəsinə çevrildi tibb elminin. Üçüncü dövrdə əsaslandırıldı, dördüncü dövrdə isə tibb elminin bir sahəsinə çevrildi. Deməli, burada doğru cavab olacaq 4. Mikrobiologiyanın formalaşması epidemiologiyanın inkişafının hansı dövrünə təsadüf edir? Dedik, birinci dövr Hippokratın dövrü idi, bakteriyalar hələ kəşf olunmamışdı. İkinci dövr bakteriyalar dövrü idi, kəşfi dövrü idi və həmin dövrdə artıq mikrobiologiya elmi formalaşmağa başladı. Çünki mikrobları belə deyək də kəşf elədilər, tapdılar mikroskopla. Həmin dövr, amma epidemiologiya elmi arxa plana keçdi. O tənəzzülə uğradı. Deməli, burada da mikrobiologiyanın formalaşması bakteriya dövrünün ilk 10 illiyi, yəni ikinci dövrüdür bu epidemiologiyanın. 6-cı sual. Epidemioloji metodları uyğunlaşdırın. Təsviri qiymətləndirmə, eksperimental, analitik üsul və proqnozlaşdırma üsulu. Burada da biz açar sözlərdən istifadə edirdik. Riyazi analiz. Bu aid idi, proqnozlaşdırmadaydı bu. Riyazi analiz proqnozlaşdırma üsulunda idi. Bunu yazırıq bura. Sonra formalaşma səbəbi və üzə çıxarılması. Şəraitin üzə çıxarılması, formalaşma, xəstəliyin formalaşma səbəbi və üzə çıxarılması. Bu da analitik üsuldaydı. Açar söz kimi yadımızda saxlamışdım. Profilaktik tədbirlərin keçirilməsi xəstəlik nəticəsində cəmiyyətin çəkdiyi xərclər. Xərci qiymətləndirirdi, təsvir eləyirdi. Bunu aid eləyirdik təsviri qiymətləndirməyə. Peyvənd preparatlarının keyfiyyəti göstəricilərini təyin edir. Bunu da dedik ki, elə peyvəndi bizim üstümüzdə neynədilər? Korona dövründə eksperiment elədilər də bizim üzərimizdə sınaqdan keçirdilər. Buradan da yadımızda saxlamışdıq ki, bu da aiddir eksperimental üsula. Deməli, doğru cavab olacaq A variantı. Verilən xəstəliklərdən epidemiyalara səbəb olanları, epidemiyalara səbəb olmayanların sayına nisbətini tap. Malyariya dəfələrcə 20-ci əsrdə Azərbaycanda 5 dəfə epidemiyası olmuşdu və uşaqlar idi, ölənlərin çoxusu. Yəni 10-cu sinif dərsliyində belə bir cümlə var. Epidemiologiya bölməsi səhv eləmirəm, ondadır da, 10-cu sinifdədir. Vəba demişdik, qan qaçağı vasitəsilə yayılaraq pandemiyaya səbəb olmuşdu. Bütöv qitəni əhatə eləmişdi. Qızılca uşaq infeksiyalarına aiddir. Bu da epidemiya səbəb olur. Talassemiya irsi qan xəstəliyidir, yoluxucu deyil. Ona görə də epidemiya səbəb olmur. Qastrit mədənin iltihabi xəstəliyidir və bu da yoluxucu deyil. Qrip isə yoluxucudur və epidemiyalara dəfələrcə səbəb ola bilər. Deməli, epidemiyalara səbəb olanlar 4, səbəb olmayanlar 2. İxtisar gedir, 2-nin biri.
İnfeksiya mənbəyi nədir? Yanlış cavabı seçin. İnfeksiya mənbəyi demişdik ki, törədicinin yayılması, çoxalması, yaşaması, toplanması üçün əlverişli olan mühitdir və bu mühit canlı orqanizmlərdə ola bilər, xəstə heyvanlar, xəstə insanlar ola bilər. Eyni zamanda ətraf mühitin abiotik amilləri də ola bilər. Hava ola bilər, torpaq ola bilər, su ola bilər, infeksiya mənbəyi ola bilərlər bunlar. Amma törədicinin yoluxmuş orqanizmdən sağlam insan və ya heyvan orqanizminə ötürülməsi bu artıq infeksiyanın yoluxma mexanizmidir, mənbəyi deyil. Ona görə bura Y variantı aid deyil. 9-cu sual. Törədicinin yoluxma mexanizmi neçə mərhələdən? 3 mərhələdən ibarətdir. Yadımıza salaq. Birinci, törədicinin xəstə orqanizmdən ayrılması. İkincisi, onun ətraf mühitdə qalması. Üçüncüsü, yeni həssas orqanizmə daxil olması. Demişik ki, həssas nəyə deyirdik? Reseptorları varsa, həssas idi hüceyrə, reseptorları yoxdursa, bağlana bilməyəcəksə, qeyri-həssas. Həssas hüceyrələrin sayı nə qədər çox olardısa, yoluxma bir o qədər sürətli olurdu. 10-cu sual. Qan soran heyvanlar vasitəsilə törədicinin ötürülməsi transmissiv adlanır. Transmissiv yolla ötürülmə. Məsələn, malyariya transmissiv yolla ötürülür. Yəni, ağcaqanadın sancması yolu ilə ötürülür. Otaq şəraitində qızılı stafilokokun yaşama qabiliyyəti qrip virusunun yaşama qabiliyyətindən neçə dəfə çoxdur. Demişdik, ən çox otaq temperaturunda qala bilir qızılı stafilokok 72 saat. Ən az qala bilir qrip 4 hərflidir, 4 saat qala bilirdi. Yadımızı saxlamışdıq. Bir də vərəm çöplərini verirdi dərsliyimiz. Vərəm çöpü, çöp belə çöp şəklində olur. Demişdik 11 rəqəmini də buradan çöp kimi 2 dənə çöp. Yadımızda saxlayırıq. Vərəm çöpləri də 11 saat otaq temperaturunda qala bilirdi. İndi müqayisə eləyəndə qızılı stafilokok 72, qrip virusu 4 saat. Neçə dəfə çox olur? 72-ni 4-ə böləndə 18 saat. Doğru cavab B variantı olacaq. 12-ci sual. GİTS-in yoluxma yollarına aid olanları seçin. GİTS qazanılmış immun çatışmazlığı sindromu xəstəliyidir. HIV virusları, yəni immun çatışmazlıqları virusları tərəfindən yoluxdurulurdu. Müasir hüceyrələrdə maddələr mübadiləsini pozurdu. Dərsliyin cümlələrini, orada burada olan cümlələri ümumiləşdirib deyirəm ki, təkrar etmiş olasınız və müasir dövrdə tam müalicəsi yox idi və 8-ci sinif dərsliyində də həmçinin yoluxma yollarını verirdi. Cinsi əlaqə yolu ilə yoluxa bilərdi, qan vasitəsilə yoluxa bilərdi və plasentadan dölə, anadan dölə plasenta vasitəsilə yoluxa bilərdi. Yəni bu üç üsulun üçü ilə də GİTS yoluxa bilir. Epidemioloji xarakterinə görə yalnız insanın tutula biləcəyi virus xəstəliklər, antroponuz xəstəliklər, insanlara heyvanlardan yoluxa bilən xəstəliklər isə zooantroponuz xəstəliklər adlanır. Bəs antropogeniz nədir? Antropogeniz insanın təkamülünü ifadə edən termindir. Antropos insan, genesis doğulma mənşə. Bəs antropomorfoz nədir? Antropomorfoz yalnız insana məxsus olan anatomik və morfoloji, həmçinin elə fizioloji dəyişiklikləri biz antropomorfoz adlandırırdıq. Bu dik yerişlə də əlaqədar ola bilərdi. Məsələn, dik yerişlə əlaqədar ayaq tağının yaranması, çanağın böyüməsi, aşağı ətrafların möhkəmlənməsi və s. Eyni zamanda sinir sisteminin inkişafı ilə də əlaqədar antropomorfoz kəllə qutusu şöbəsinin üst şöbəsinə nisbətən daha böyük olması və s. Sinantrop isə insanla birlikdə yaşayan birlikdə antropos insan deməkdir və hər birinin haqqında lüğəti tərcüməsindən tutmuş dərsliyimlərimizin müxtəlif köşələrində var. Antroponuz xəstəliyi seçin. Antroponuz nə oldu? Antroponuz yalnız insanın tutula biləcəyi xəstəlikdir və bu xəstəliklərdən də görürsünüz, digərlərini biz heyvanlarda da müşahidə edə bilərik. Heyvanla da insana yoluxa bilər. Bunlar zooantroponozdur. Poliomiyelit isə biz onu daha nə adlandırmışdıq? Uşaq iflici adlandırmışdıq. Virus xəstəliklərini keçəndə onların yoluxma yolları haqqında da danışmışdıq və bu xəstəlik antroponoz xəstəlik hesab olunur.
15-ci sual. Hepatitin hansı forması cinsi yolla da, hansı forması qida vasitəsilə də yoluxa bilər? Demişdik ki, hepatit C cinsi yolla, hepatit A isə qida vasitəsilə yoluxa bilər. Amma onu da deyim ki, hepatit B də cinsi yolla yoluxa bilər. Sadəcə olaraq dərsliyimizdə o verməyib, amma 2025-in test vəsaitlərində götürübdür cavab olaraq. Yəni cavab olaraq götürməyinizdə heç bir səhvlik yoxdur. Sadəcə olaraq mən testi tərtib eləyəndə görürsüz, B və A variantı qoymamışam ki, yanlışlıq olmasın. Amma burada B də olsa, yenə də bilin ki, cinsi yolla yoluxar. Amma hepatit A yalnız qida vasitəsilə yoluxacaq. 16-cı sual. Verilən ifadələrdən hansılar yanlışdır? Uşaqlarda məxmərək və ya qızılca keçirən insan uşaqlıqda bir daha bu xəstəliyə tutulmur. Bu doğru fikirdir. Biz buna deyirik qazanılmış təbii immunitet. Virus xəstəlikləri uşaq yaşlarında daha çətin keçirilir. Əksinə, uşaqlarda daha yüngül keçirilir. Yaşlı insanlarda virus xəstəlikləri daha ağır keçir. Bu, timus vəzinin atrofiyası uğraması ilə əlaqədardır və dərsliyimizin də cümləsidir. Deməli, 2 yanlışdır. İİV, yəni immun çatışmazlığı virusu tərəfindən törədilən QİÇS xəstəliyinin müasir dövrdə tam müalicəsi mümkündür. Xeyr, dərsliyin cümləsi də mümkün olmamışdır müasir dövrdə tam müalicə. Sadəcə olaraq bəzi dərman müalicələri ilə gedişini belə deyək, nəzarətdə saxlamaq və zəiflətmək mümkün olmuşdur. Vəssalam. QİÇS, hepatit, xərçəng kimi xəstəliklər orqanizmdə hüceyrə səviyyəsində gedən maddələr mübadiləsinə təsir göstərir. Bəli, hüceyrə səviyyəsində maddələr mübadiləsini pozur. Bunlar hüceyrə daxilində parazitlik edirlər və dərslikdə də maddələr mübadiləsi bölməsinin cümlələridir. İkinci və üçüncü cümlə yanlışdır. Mən həm də doğrunu seçdim. 4 doğrudur. İkinci və üçüncü cümlələr yanlışdır. Deməli, doğru cavab B variantı olacaq. 17-ci sual. Verilənlərdən hansı kəskin virus xəstəliklərinin yerli simptomlarına aiddir? Bu da dərsliyimizdə var. Kəskin virus xəstəliklərinə, respirator xəstəliklərə, onların həm ümumi simptomları var idi. Məsələn, bədən temperaturunun yüksəlməsi, damarlarda və əzələlərdə ağrılar, ümumi zəiflik, bunlar onun ümumi simptomları idi. Amma yerli simptomları isə tənəffüs yollarının selikli qırşasının zədələnməsi idi. Doğru cavab Y variantı. 18-ci sual. Antibiotiklər hansı haqqında hansı ifadə yanlışdır? Antibiotik, anti əksinə, biotik canlı, yəni bu canlıları məhv edən bir şeydir də və onlar viruslara birbaşa təsir etmirdilər. Onlar bakteriyaları, xüsusən də kürə şəkilli bakteriyaları məhv edən maddələr idilər. Əsasən də göbələk, ilk olaraq göbələk tərkibli deyirdik də, penisil göbələyindən alınmışdı bu. Yəni viruslara birbaşa təsir etmirdilər. Lakin viruslarla yanaşı yan etkiləri azaltmaq üçün antibiotiklərdən istifadə oluna bilərdi. Dərsliyin cümləsidir. Birbaşa təsir etməsə də. Deməli, birbaşa təsir edir cümləsi yanlışdır. Və ilk klinik tətbiq üçün yararlı antibiotiki Fleming əldə eləmişdi və ilk tətbiq edilən antibiotikdə məhz penisilin olmuşdu. Müasir dövrdə istifadə olunan antibiotiklərin hamısı penisilinin sələfləridir. O da penisil göbələyindən, kif göbələyindən alınmışdı. İnsanların, heyvanların, həmçinin də bitki xəstəliklərinin müalicəsində tətbiq olunur. Dərsliyimizin cümləsidir. Amma uzun müddətli istifadəsi mikroorqanizmlərdə davamlılıq yaradırdı. Bu isə hərəkət verici seçmənin təsirini artırırdı. Bunu da harda yazır? Bunu da yazır, demək, təbii seçmənin formaları 11-ci sinif dərsliyində mövzunun içərisində. Yəni gördüyümüz kimi inteqrativ sualdır. Bir neçə mövzunu əhatə edir. Hansı bakterial xəstəlik həm də virus xəstəliyi və protozoz hesab oluna bilər? Biz dedik ki, meningit xəstəliyi həm viruslar tərəfindən,
həm bakteriyalar tərəfindən, həm də bir hüceyrəli heyvanlar, yəni protozoalar tərəfindən törədilə bilər. Faringit isə iki varlıq tərəfindən, bakteriyalar və viruslar tərəfindən törədilə bilər. Bunu da yadımızda saxlayırıq. 20-ci sual. Endotoksin və eksotoksini Euler-Venn diaqramında müqayisə edib oxşar xüsusiyyətini seçməliyik. Bakteriya hüceyrəsinin məhv olmasından sonra yaranan məhv olmasından sonra deyirsə endotoksindir. Bakteriyaların həyat fəaliyyəti prosesində yaranan bu eksotoksindir. İntoksikasiyaya səbəb olan hər ikisi intoksikasiya, toksin zəhər deməkdir, səbəb olur və iltihab reaksiyası hər ikisi yaradır. Deməli, 3 və 4-ü ortaq cəhət kimi götürə bilərik. 21-ci sual. Bakterial xəstəliklərin diaqnostikasında istifadə olunan hansı metod bakteriyanın növünə uyğun antibiotik seçiminə imkan verir? 3 üsuldan danışır dərsliyimiz. Biri bakterioloji müayinə üsuludur, biri mikroskopik tədqiqat üsuludur, digəri isə seroloji üsuldur. Seroloji üsulda qanda həmin bakteriyalara qarşı yaranan antibiotiklərə, antitellərə görə müəyyən olunur seroloji üsul. Mikroskopik tədqiqat yaxma götürülür və mikroskopun altında tədqiq edib bakteriyanın növünü müəyyən edirlər. Bakterioloji müayinə üsulunda isə xəstədən yaxma götürülür, hansı ki tərkibində bakteriyalar var. Onun qidalı mühitdə 24 saat ərzində əkirdilər, o çoxalırdı və onun həm növünü, həm də müalicəsi üçün lazım olan antibiotiki seçirdilər. Deməli, biz burada həm diaqnostikasında bakteriyanın növünə uyğun antibiotik seçməyə imkan verir deyirsə, götürəcəyik bakterioloji müayinə üsulunu. Və seroloji üsul nədir? Qan zərdabında törədicinin aşkar edilməsi. Yəni, burada A variantı doğru olacaq. Yəni, o qan zərdabı deyəndə fibrinogeni çıxarılmış qana biz qan zərdabı deyirdik və ya serum deyirdik. Serum sözü, seroloji üsul sözü oradan yaranıbdır. Orada da nə olacaq? Antitellər olacaq da, törədicinin hazırladığı antitellər olacaq. Digər üsullar isə, məsələn, qidalı mühitdə bakteriyanın əkilməsi, bu bakterioloji müayinədir. Mikroskop vasitəsilə bakteriyanın tədqiq olunması, bu mikroskopik tədqiqat üsuluna aiddir. Xəstədən tərkibində bakteriya olan materialın götürülməsi yenə bakterioloji müayinədir. Bakteriyaya uyğun antibiotik seçərək müalicəyə başlanması, bu da bakterioloji müayinə üsuluna aiddir. 23. Mikozlar haqqında. Mikoz nədir? Göbələklərin törətdiyi xəstəliklərdir. Doğruları seçməliyik. İnsan və heyvanlarda virusların yox, göbələklərin törətdiyi xəstəlikdir. Mikozlara ancaq dəridə yox, daxili orqanlarda da rast gələ bilərik. Antibiotiklərdən çox istifadə mikozlara səbəb ola bilər. Bəli, çünki dedik ki, antibiotiklər nədir? Penisilin, bunlar göbələk tərkibli maddələrdir və onlardan çox istifadə olunanda göbələk xəstəlikləri, mikozlar əmələ gələ bilər. Ona görə də çox vaxt antibiotik təyin edəndə yanında mütləq göbələyə qarşı bir dərman. İndi müasirlərinin elə içində verirlər, amma əvvəllər yadımdadır ki, reseptlərə mütləq göbələk əleyhinə dərman da yazırdılar, əgər antibiotik təyin olunursa. Dəmlov virus xəstəliyi olmaqla yanaşı, bəzi növləri mikozlara da aid ola bilər. Bu da doğru fikirdir. Dəmlovun da 2 törədicisi var. Baxın, həm biz təkrarladıq meningitin 3 törədicisi var, həm faringitin 2 törədicisi var, həm də dəmlovun 2 törədicisi var. Virus növləri də var, göbələklər tərəfindən törədən növləri də var, hansı ki biz onda onu nəyə aid eləyəcəyik? Mikozlara aid eləyəcəyik. Deməli, burada doğru cavab 3 və 4 cavabı olacaq. İnsan üçün səciyyəvi olan protozoalardan hansı dəri və visceral formaya malikdir? Protozooz nədir? Bir hüceyrəli varlıqların, varlıq deyəndə yəni bakteriyanı falan bura aid eləmirik, bir hüceyrəli heyvanların deyək də, törətdikləri, indi müasir dövrdə onu protistalar aləminə aid eləsək də, protozoalar deyirik biz onlara. Protozoa, yəni heyvan mənşəli bir hüceyrəlilər. Lap belə elmi dəqiq dili budur. Protozoaların törətdiyi xəstəliklərin həm dəri, həm də visceral forması
Leishmanioz ünlülər tərəfindən və ya mığmıqalar tərəfindən keçiricisi o idi. Törədicisi isə protozoalar idi. Hansı ki, sarkomastiqaforlar tipinin qamçılılar sinifinə aid idi. Dəridə və visceral formaları var idi. Hansı ki, visceral forması qızdırmalara da səbəb olurdu. Leishmaniozu seçəcəyik. Əgər insan 4 ədəd dizenteriya amöbünün sistasını udubsa, biz bilirik ki, dizenteriya amöbünün sistası bir dənə sista 4 nüvəlidir. 4 dənəsi udubsa, onda 16 nüvəli olacaq. Bu da udandan sonra hər biri bölünür, hər bir nüvə 2 dənə yeni amöbə başlanğıc verir. Deməli, gəlin birinin üzərindən fikirləşək. Bir dənə amöb sistası udmuşuq. O 4 nüvəlidir. Hər nüvə bölündü. 8 dənə amöb əmələ gətirdi. Biri 8-ini əmələ gətirirsə, 4-ü 4 vur 8-ini, 32-sini əmələ gətirəcək. Sonra deyib ki, sistadan çıxan bax bu protozoalar hər biri 2 dəfə bölünərsə, artıq hər biri 2 dəfə bölünəndə bunlar artıq bir nüvəlidirlər. Sista deyil, artıq bu normal dizenteriya amöbüdür. Yetkin dizenteriya amöbüdür. Deməli, o bir nüvəlidir. Hər biri 2 dəfə bölünəndə 2 üstü 2. 4 dənə nüvə əmələ gələcək. Başlanğıc sayda 32-dir. Deməli, 32-ni vururam 2 üstü 2-yə. 32-ni 4-ə vuranda neçə eləyir? 128. Deməli, doğru cavab C variantı olacaq. 26-cı sual. Maliariya və toksoplazmanı Euler Venn diaqramında müqayisə edirik. Yadınızda salaq. Maliariya sporlular tipinin oksidi kimlər sinifinə aid idi? Toksoplazma sporlular tipinin oksidi kimlər sinifinə aid idi. Maliariyanın əsas sahibi ağcaqanad, aralıq sahibi insan idi. Toksoplazmanın əsas sahibi pişik kimlər, aralıq sahibi insan və digər istiqanlı heyvanlar idi. Yadımıza saldıq. İndi oxuyuruq. Koksidilər sinifinə aiddir hər ikisi. Bunu yazıram ortaya. Hüceyrə daxili parazitlərdir, yenə hər ikisi. Bunu da yazıram ortaya. Aralıq sahibi insandır. Maliariyanın da, toksoplazmanın da aralıq sahibi insan ola bilir. Əsas sahibi onurğasızlardır. Ağcaqanad onurğasızlara aiddir. Bunu yazacağım maliariyaya. Adətən insanda yüngül keçir, toksoplazma. O, hamilə qadınlarda və yaşlı insanlarda ağır keçir. Belə insan çox vaxtı toksoplazmanı yüngül keçirir, ayaqüstü keçirdir, heç xəbəri də olmur. Və onu da deyim ki, toksoplazma pişiklərin normal mikroflorası üçün normal bir şeydir. Onların normal mikroflorasında bu olmalıdır. Ona görə insanla ünsiyyəti, xüsusən də uşaqlarla, xüsusən də hamilə qadınlarla ünsiyyəti pişiklərin yol verilməz olmalıdır. Yəni bu mənim fikrim deyil də, həkimlərin fikridir. Çünki hətta hamilə qadında doğulan uşağın kör, kar və s. kimi əlilliklərlə doğulmasına da gətirib çıxarda bilər. Deməli, doğru cavab X-a 4, Y-ə 1, 2, 3, Z-ə də 5. B variantı. 27. 7 ədəd liambliyada qamçı və sorucu disk. Liambliya demək parazitlik eləyirdi nazik bağırsaqda, həmçinin ödü yollarında. Yoğun bağırsağa keçəndə sistalaşırdı və orqanizmi tərk eləyirdi. Uşaqlarda daha çox yayılmışdı. Qida və su vasitəsilə yoluxurdu. 4 cüt, 8 ədəd qamçıya və bir sorucu diskə malik idi. Aid idi sarkomastiqaforlar tipinin qamçılılar sinifinə, yəni protozoa hesab olunur. Deməli, 7 dənə liambliyada 7 vur 8, 56 dənə qamçı olacaq, elə 7 dənə də sorucu disk olacaq. Neçə eləyir? Toplayanda 63. 63 cavabı hardadır? Y variantında. 28-ci sual. Verilən protozoalardan neçəsi qamçılılar sinfinə aiddir? Yadımıza salaq, elə hamısını deyək. Maliariya sporlular tipi, koksida kimlər sinfi? Tripanoson, son sözü yuxu, yuxu xəstəliyi törədirdi. Sarkomastiqaforlar tipi,
qamçılılar sinifi və keçiricisi də S hərfi ilə yenə yadımızda saxlamışdıq. S milçəkləri idi. Deməli, 2-ni seçirik. Liamblia, indicə danışdıq haqqında, qamçılılar sinifinə aiddir. Toksoplazma, indicə danışdıq, dedik sporlular tipi koksidi kimlərə? Venn diaqramında maliyyəri ilə müqayisə elədik. Leishmaniya haqqında da indicə danışdıq. Keçiricisi mıqmıqalar, törədisi protozoalar, qamçılılar. Deməli, 3-ü qamçılılar sinifinə aiddir, sarkomasikaforlar tipinə. 29-cu sual. Uyğunluğu müəyyən edin. Əlaqə, təmas və əlaqə elementlərinə təmas elementi deyirik, geoelementlər və bioelementlər. Və biz bunlar haqqında danışmışdıq. Yetişmiş və yetişməkdə olan yumurtalar. Bu aid idi əlaqə elementlərinə. Yetişməmiş yumurtalar qoyan geoelementlər idi. Geoyer, torpaqda inkişafını tamamlamalı idi. Oksigen lazım idi ona. Torpaqda rütubət lazım idi. Bir də temperatur lazım idi ki, inkişaf eləsin. Ona görə yetişməmiş yumurta qoyurdu ki, torpaqda inkişaf eləyəcək. Bioelementlərə isə mürəkkəb həyat dövriyyəsi olan əsas və aralıq sahib dəyişən canlılara aid edirdik. İndi baxaq. Yetişməmiş yumurtalar qoyur. Yetişməmiş dedik, o hələ torpaqda yetişəcək. Yer, geoelementlər. Yetişmiş və ya yetişməkdə olan yumurtalar qoyur. Bu artıq yetişib, əl verib görüşəndə, pastelində uzananda və s. sizə yoluxa bilər. Deməli, bu əlaqə və ya təmas elementləridir. Sonra həyat dövriyyəsi daha mürəkkəb olan bioelementlərdir. İnkişafın müəyyən mərhələsi torpaqla əlaqəli olan dedik ki, geoelementlərdir. Bu da aid oldu A variantı. Adlarını da lap istəyirsiniz deyək, təkrar olsun. Əlaqə elementlərinə aid idi. Uşaq biz quyruğunun, sapqurdular tipinin, əsl sapqurdular sinifinə və ya nematodlar sinifi də deyirlər buna, nümayəndəsi olan uşaq biz quyruğunun törətdiyi enterobioz xəstəliyi. Geoelementlərə aid idi. Sapqurdular tipinin əsl sapqurdular və ya nematodlar sinifinə aid olan zoologiyanı da təkrarlamış oluruq. Ona görə sinifini, tipini, hər şeyini deyirəm ki, təkrar yadımıza düşsün. Aid olan iki qurdun adını insan askaridi, bir də ankilostomanın adını çəkirdik. Bioelementlərə isə yastı qurdular tipinin, sorucu qurdular sinifinin nümayəndəsi olan qaraciyər sorucusu, hansı ki fasiolyuz xəstəliyini əmələ gətirirdi və yastı qurdular tipinin lent şəkilli qurdular sinifinin nümayəndələri olan öküz soliterinin törətdiyi insanda teniarinxoz və exinokokun törətdiyi insanda exinokokoz xəstəliklərini misal göstərirdik. Uyğunsuzluğu müəyyən edin. Doğrudan bu yanlışı, yanlışdan doğrunu seçəcəyik uyğunsuzluq dediyi üçün. Biz quyruq təmas elementidir. Bəli, biz quyruq təmas elementidir. Enterobioz xəstəliyini indicə dedim. Öküz soliteri geoelementdir. Xeyr, dedim ki, öküz soliteri yastı qurdular tipinin lent şəkilli qurdular sinifinin nümayəndəsi bioelementdir. Əsas sahibi insan, onda teniarinxoz xəstəliyi törədir. Aralıq sahibi qaramal, onda finnoz xəstəliyi törədir. Həyat dövriyyəsini də zoologiyada qəşəng keçmişik. Ankilostoma geoelementdir. Bəli, ankilostoma sapqurdular geoelementdir. İndicə dedik. Qaraciyər sorusu əlaqə elementidir, səhvdir. Dedik ki, o da bioelementlərə aiddir. Doğrudan yanlışı seçirəm, yanlışdan doğrunu seçirəm. Deməli, cavab olur 2-3 B variantı. 31-ci sual. Hansı qurdun orqanizmində energetik mübadilənin yalnız bir mərhələsi baş verir? Yadımıza salırıq. Energetik mübadilənin 3 mərhələsi var. Hazırlıq mərhələsi, o gedirdi həzm kanalında, hüceyrənin xaricində. İkinci mərhələ, glikoliz mərhələsi, bu universal idi, bütün canlılarda gedirdi. Üçüncü mərhələsi, hüceyrə tənəffüsü və ya oksigenli mərhələ,
Bu isə yalnız o aerob yolla tənəffüs edən canlılarda müşahidə olunurdu. Mən görürəm ki, burada verilən adların hamısı aiddir nəyə? Hamısı aiddir parazitlərə. Bunlar anaerob tənəffüs edirlər. Deməli, 3-cü mərhələ bunların heç birində yoxdur. Bir də baxıram ki, mənə lazımdır yalnız bir mərhələsi baş versin. Mən bunların arasından hansını seçəcəm? Öküz soliterini seçəcəm. Niyə? Çünki o həzm sisteminə malik deyil, parazitizmlə əlaqədar həzm sistemini itirib və artıq həzm sisteminə ehtiyacı yoxdur. O, nazik bağırsaqda həzm olunmuş qidanı bilavasitə bədən səthi vasitəsilə mənimsəyirdi. Yəni heç birinci mərhələni də həyata keçirtmirdi. O oradan mənimsəyirdi və birbaşa qlikoliz prosesini həyata keçirirdi. Ona görə burada yalnız bir mərhələsi baş verir dediyinə görə öküz soliterini seçəcəyik. Verilənlərdən biri helmintlərin parazitizmlə əlaqədar uyğunlaşmasına aid deyil. Parazitizmlə əlaqədar uyğunlaşmaları bilirik. Onlar sərbəst hərəkət qabiliyyətini itirmişdilər, sinir sistemi və hiss orqanları sadələşmişdi, solmac və qarmaqcıqlara malik idilər, yapışmaq üçün orqanlara malik idilər, bir qismində həzm sistemi degenerasiya eləmişdi, amma nəsil vermə qabiliyyəti güclü inkişaf eləmişdi. Burada isə yazır aşağı olması. Bu parazitizmlə əlaqədar uyğunlaşma deyil. Uyğunlaşdırın. Yalnız boğum ayaqların vasitəsilə yayılan xəstəliklər, həm boğum ayaqlar, həm abiotik amillər vasitəsilə yayılan xəstəliklər. Həm boğum ayaqlar, həm də deyəndə deyirdik TT. Taun tülyaremiya. Yalnız boğum ayaqlar vasitəsilə yayılan deyəndə deyirdik MS, sarı qızdırma, malyariya sətkili yatalaq. Əssalam, uyğunlaşdırmış olduq. Deməli, 1-ə SMS hansıdır? A, B, bir də C. A, D, C. Aha, 2-yə də nə qaldı? B, Y. Doğru cavab B variantı. 34. Anlayışın çıxarılması üsulundan istifadə edərək sual işarəsinin yerinə hansı daşıyıcı boğum ayağının adını yazmaq olar? Deməli, həm bakteriyaların, həm virusların, həm protozoozların, həm də helmintlərin yayılmasında iştirak edir bu canlı, bu boğum ayaqlar. Bu da kimdir? Bunlar dərsliyimizin də cümləsidir, birələrdir. Doğru cavab B variantı. 35-ci sual. Gənələr dəstəsinin nümayəndələri hansı xəstəliyin keçiricisi, hansı xəstəliyin törədicisi ola bilər? Gənələr dəstəsi boğum ayaqlılar tipinin, hörümçək kimilər sinifinin dəstəsidir. Və qoturluq gənələri, qoturluq xəstəliyinin törədicisi, otlaq gənələri virus mənşəli olan ensefalit xəstəliyinin keçiricisi idi. Birinci keçiricini, sonra törədicini seçdiyimiz üçün B variantını seçəcəyik. 36-cı sual. İtlər hansı xəstəliklərin törədicilərinin keçiricisidir? Necə idi cümləmiz? İttibaş volin qızdırmadan səpib, qayıdıb yatdı. İttibaş bitlər, volin qızdırması, səpib, qayıdıb yatdı. Səpkili yatalaq, qayıdan yatalaq. Deməli, cavab oldu 2, 4, 5, E variantı. 37-ci sual. İnfeksion xəstəliklərin yoluxma yollarına aid deyil. Həzm yolu ilə də, tənəffüs yolu ilə də, qan vasitəsilə də, dəri vasitəsilə də yoluxa bilər. Amma infeksiyon xəstəlik genetik yolla yoluxmaz. 38-ci sual. İnfeksiyon xəstəliklərin yoluxma mexanizminin düzgün ardıcıllığını qeyd edin. Bunu bayaq da sadaladıq. İnfeksiyon xəstəlikinin yoluxma mexanizmi 3 mərhələdən ibarətdir. Birinci mərhələ yoluxmuş orqanizmdən törədicinin ifraz olunması, ikinci mərhələ ətraf mühitdə qalması, üçüncü mərhələ yeni həssas orqanizmə daxil olması. Deməli, B, C, A. C variantı. 39-cu sual. Uyğunluğu müəyyən edin. Sterilizasiya haqqında biz yoluxucu törədicilərin məhv olunması üçün 3 üsul haqqında danışmışdıq. Dezinfeksiya, dezinseksiya və sterilizasiya. Dezinseksiya törədicinin keçiricisinin məhv olması idi. Dezinfeksiya kimyəvi preparatlardan,
kimyəvi maddələrdən istifadə edirdik. Sterilizasiya qaynatmaq, qızdırmaq, buxara vermək, şüaya vermək və s. aid idi. İndi oxuyaq və uyğunluğu tapaq. Buxar vasitəsilə törədicinin zərərsizləşdirilməsi. Bu, sterilizasiya üsuluna aiddir. Deməli, üstəgəl qoymalıyıq. Nə qoyub? Üstəgəl qoyub. Deməli, uyğundur. Bioloji preparatlarla törədicinin məhv edilməsi, bioloji preparatla və yaxud kimyəvi maddə ilə məhv eləyirəmsə, məsələn, formalinlə, məsələn, yodla, məsələn, spirtlə, bu olur dezinfeksiya. Deməli, 2 bura aid deyil, çıx qoymalıdır. Bu nə qoyub? Çıx qoyub. Deməli, uyğundur. Götürəcəm. Törədicinin canlı keçiricilərinin məhv olunması. Keçiricini məhv eləyirəm. Bu nədir? Dezinseksiya. Sterilizasiya deyil. Deməli, çıx qoymalıyam. Bu nə qoyub? Çıx qoyub. Deməli, uyğundur. İyonlaşdırıcı şüalarla törədicinin məhv edilməsi. İyonlaşdırıcı şüa dedik ki, buxardır, qaza verir, iyona verir, şüaya verir. Bunlar hamısı qaynadır, bunlar hamısı sterilizasiyadır. Deməli, iyonlaşdırıcı şüa da bura aiddir. Üstəgəl qoymalıdır. Nə qoyub? Çıx qoyub. Uyğun deyil, götürmürəm. 1, 2, 3 uyğundur. Doğru cavab B variantı. 40-cı sual. Uyğunlaşdırın. Dezinfeksiya, sterilizasiya, dezinseksiya. Siçovulun tələyə salınması. Siçovul bədənində bitləri gəzdirə bilər. Bitlər də taunun keçiriciləridir. Ona görə də bu, əgər mən onun törədicinin keçiricisini məhv eləyirəmsə, deməli bu aiddir dezinseksiya üsuluna. Dezinseksiya. Deməli, A-nı yazacağam 3-ə. Aerozol. Aerozollar, bunlar kimyəvi maddələrdir. Kimyəvi preparat, bioloji preparat, bunlar nəyə aiddir? Dezinfeksiyaya. Boğazıma məsələn püskürdürəm aerozolu, deməli dezinfeksiya eləyirəm. Bu oldu dezinfeksiya. Formalin məhlulu da həmçinin kimyəvi maddədir. Yoddur, spirtdir, formalindir, dezinfeksiya üsullarıdır. Quruducu cihazı isə görürsünüz, qurutmaq, buxara vermək, qaynatmaq, şüaya vermək. Bunlar nə olacaq? Sterilizasiya üsuluna aid olacaq. Deməli, 1BC, 2D, 3A. Doğru cavab B variantı. Epidemiologiya bölməsinin də izahını vermiş olduq. Sualınız varmı müəllimlər? Xeyr, müəllimə, çox sağ olun. Çox sağ olun Kənan xanım. Yoxdur. Sağ olun. Sualınız yoxsa, onda mən bugün sizə nəyi atacağım? Nəyi göndərməliyəm? İnsana başlayın. Tamam. İnsanın ilk dərsini göndərəcəm. Başlayın yenə, nə əlinizdə test keçir. İndi bir neçə gündür bayramdır deyə test də göndərməmişəm, göndərərəm. Əlavə test, tək siz işləyin. Sualınız da olarsa göndərərsiniz. Belə müəllimlər. Sağollaşıram sizlə. Çox işləyin, çox çalışın. Hər şey əla olacaq. İnşallah. Sağ Çox olun. sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.